GLP-1 reseptor aqonisti preparatları, yəni xalq arasında arıqlama iynələri kimi tanınan vasitələrin mümkün əlavə təsirləri ilə bağlı ən çox maraq edilən sualları cavablandırmağa çalışacağam. Bu preparatların ən çox görülən əlavə təsirləri hansılardır? Ən çox rast gəlinən əlavə təsirlər mədə-bağırsaq sistemi ilə əlaqədardır. Ürək bulanma, köp, qıcqırma, qəbizlik və ya ishal, reflü, bəzən qusmadır. Bu şikayətlər xüsusilə müalicənin başlanğıcında və doza artırılarkən daha çox görülür. Bu əlavə təsirləri azaltmaq üçün yağlı və çox ədviyyatlı qidalardan uzaq durmaq, az-az və tez-tez qidalanmaq, porsiyaları kiçiltmək, kifayət qədər maye qəbul etmək, dərman dozasını yavaş artırmaq vacibdir. Bəzən xəstənin eyni dozada daha uzun müddət qalması da əlavə təsirlərin az görülməsi baxımından faydalı ola bilər. Bəs mədə-bağırsaq əlavə təsirlər olarsa dərmanı dayandırmaq lazımdırmı? Hər zaman yox. Əksər xəstədə zamanla tolerantlıq yaranır, yəni bədən zamanla dərmana alışır və şikayətlər azalır. Amma ən aşağı dozada belə ciddi şikayətlər davam edirsə, preparatın dəyişdirilməsi və ya dayandırılması düşünülə bilər. GLP-1 reseptor aqonisti preparatları əzələ əriməsi, yəni sarkopeniya yaradırmı? Arıqlama zamanı bədən yalnız yağ deyil, müəyyən qədər əzələ də itirə bilir. Bu vəziyyət təkcə GLP-1 preparatlarında deyil, demək olar ki, bütün arıqlama üsullarında mümkündür. Bunun səbəbi preparatın özü deyil, sürətli çəki itkisi zamanı kifayət qədər protein, yəni zülal qəbul edilməməsi və fiziki aktivliyin azaldılmasıdır. Bəzi insanlar onsuz da arıqlayıram da deyib daha az yeməyə və hərəkətsiz qalmağa başlayırlar. Bu isə əzələ itkisini artırır. Halbuki məqsəd sadəcə çəki azaltmaq deyil, yağ itirərkən əzələ kütləsini qorumaqdır. Bunun üçün müqavimət məşqləri, aktiv həyat tərzi, gündə hər kiloqram çəkiyə təxminən 1-1.5 qram protein qəbulu çox önəmlidir. Məsələn, 70 kiloqram çəkisi olan biri üçün gündə təxminən 70-100 qram zülal qəbulu uyğun ola bilər. Digər bir sual, bu preparatlar pankreatit yaradırmı? Bu preparatların pankreatit riskini artırdığı sübut olunmuyub. Amma əvvəllər pankreatit keçirtmiş, öd daşı xəstəliyi olan, yüksək triqliseridi olan, həddindən artıq alkoqol istifadə edən xəstələrdə daha diqqətli yanaşmaq lazımdır. GLP-1 preparatları öd daşı riskini artıra bilərmi? Bəli, bəzi insanlarda öd daşı riski bir qədər arta bilər. Bunun əsas səbəbi preparatın birbaşa zərərli deyil, çox sürətli çəki itkisi və öd kisəsi hərəkətlərinin yavaşması ilə əlaqədardır. İştaha azaldığı və buna bağlı qida qəbulu azaldığı üçün öd kisəsi daha az yığılır, öd durğunlaşa bilir, bu da zamanla daş yaranma riskini artıra bilir. Xüsusilə əvvəldən öd daşı olan və sürətli çəki verən şəxslərdə daha diqqətli izləm tövsiyə olunur. Bu preparatlar ürəyə zərər verirmi? Xeyr, əksinə böyük klinik tədqiqatlar göstərib ki, bu qrup preparatlar bir çox xəstədə ürək-damar sağlamlığına müsbət təsir göstərə bilir. Şəkərli diabeti olan şəxslərdə göz problemlərini artıra bilərmi? Bu vəziyyət hər şəxsdə görülmür və xəstələri qorxudan bir hal kimi qəbul edilməməlidir. Amma bəzi xüsusi xəstə qruplarında daha diqqətli izləm vacib ola bilər. Xüsusilə uzun illərdir diabeti olan, şəkər göstəriciləri uzun müddət yüksək gedən və əvvəldən diabetə bağlı göz problemi, yəni retinopatiyası olan şəxslərdə şəkər çox sürətlə normallaşdıqda göz problemlərində pisləşmə görülə bilər. Bu preparatın gözə birbaşa zərərli və ya toksik təsiri ilə bağlı deyil, daha çox uzun müddət yüksək gedən şəkərin qısa zamanda sürətlə düşməsi ilə əlaqələndirilir.